Salam əziz uşaqlar. Bugün deməli Python proqramlaşdırma dilinin 4-cü videosu ilə davam edirik. Bugünkü mövzumuz dəyişənlərin adlandırılması, dəyişənlərin adlandırılması zamanı məhdudiyyətlər və tövsiyələr olacaq. Bütün proqramlaşdırma dillərində olduğu kimi Python proqramlaşdırma dilində də geniş miqyasda dəyişənlərdən istifadə olunur və biz bu dəyişənlərə ad vermək məcburiyyətindəyik. Dəyişənlərin adlandırılması zamanı bir neçə tövsiyə var ki, ilk öncə onları nəzərinizə çatdırın. Bu tövsiyələrə əməl etməkdə və yaxud əməl etməməkdə şəxs sərbəstdir, yəni şəxsin öz iradəsindən asılıdır. Amma bu tövsiyələrə əməl etməkdə fayda var. Məsələn, birinci tövsiyə ondan ibarətdir ki, dəyişənlərə mənalı adlar vermək lazımdır. Yəni, onun təyinatına uyğun ad vermək tövsiyə olunur. Sonra, ikinci tövsiyə bundan ibarətdir ki, dəyişənlərə Python proqramlaşdırma dilində ümumiyyətlə dəyişənlərin adlarının uzunluğu üçün bir məhdudiyyət yoxdur. Amma kodun oxunaqlığı və səliqəliliyi baxımından dəyişənlərə qısa adlar vermək tövsiyə olunur. Yenə də bu sizin öz iradənizin asılıdır. İstədiyiniz uzunluqda ad verə bilərsiniz. İndi isə keçək məhdudiyyətlərdən danışaq. Dəyişənlərin adlandırılması zamanı mütləq Latin qrafikasının hərflərindən istifadə olunur. Bundan başqa, dəyişənlərə ad verərkən xüsusi simvollardan istifadə etmək olmaz. Bir dənə alt xətt simvolundan başqa. Alt xətt. Baxın, indi mən onu göstərməyə çalışayım. Alt xətt simvolu. Bu simvoldur, minusun çıxma simvolunun elə biraz aşağıda olanı. Məsələn, bu çıxmadır. Bir dəqiqə. Baxın, yuxarıdakı çıxma simvoludur, aşağıdakı alt xətt simvoludur. Dəyişənlərin adlandırılması zamanı yalnız bu simvoldan istifadə etmək olar. Xüsusi simvolların içərisində yalnız bu simvoldan istifadə etmək olar. Və bu simvol dəyişənin adının istənilən hissəsində ola bilər. Əvvəlində də ola bilər, ortasında da ola bilər, axırında da ola bilər. Məsələn, alt xətt x bərabərdir 5. Print alt xətt x desəm, enter vursam, gördüyünüz kimi nəticəni çıxarır ekrana. Demək ki, bir problem yoxdur. Həmçinin x alt xətt bərabərdir 7. Print x alt xətt enter vursam 7 nəticəsini ekrana çıxaracaq. Və yaxud x alt xətt y bərabərdir 8. Print enter, gördüyünüz kimi nəticə ekrandadır. Deməli, bu alt xətt simvolunu dəyişənin istənilən yerində qoymaq olar. Həm əvvəlində, həm ortasında, həm axırında. Sonra dəyişənlərin adlandırılması zamanı Latin qrafikasının hərflərindən və 0-dan 9-a qədər rəqəmlərdən istifadə oluna bilər. Amma burada bir məhdudiyyət var ki, rəqəm dəyişənin adının əvvəlində ola bilməz. Məsələn, 2x adında dəyişən təyinləyə bilmərik. 2x bərabərdir 9 deyirəm və sintaksis error, sintaksis səhvi çıxır ortalığa. Amma rəqəmlər dəyişənin ortasında və ya sonunda ola bilər. Məsələn, x2 təyin edə bilərəm dəyişən olaraq. x2 bərabərdir, misal üçün 2. Print x2 enter, nəticə ekrandadır, gördüyünüz kimi. Sonra, bundan başqa, dəyişənlərə baxın, burada cədvəl şəklində göstərmişəm. Dəyişənlərə ad verərkən, bu cədvəlin içərisində olan adlar ki var, bunlara rezerv adlar deyilir. Xüsusi təyinatlı proqramlaşdırma dilinin
xüsusi təyinatlı adları da bunlar. Bu adlar proqramlaşdırma dilində hər hansı bir operator kimi, hər hansı bir proqram bölməsi kimi çıxış edir deyə bu adlardan dəyişənlərin adlandırılması zamanı istifadə etmək olmaz. Və burada da qeyd etmişəm, dəyişənlərə ad verərkən rezerv sözlərdən istifadə etmək olmaz. Və bilmək lazımdır ki, bunu səhv etmirəmsə, keçən dərslərdə də demişəm. Dəyişənlərin adlandırılması zamanı həmçinin məhz elə bu adların özlərində də operatorların adlarının yazılışı zamanı böyük və kiçik hərflər fərqləndirilir. Ümumiyyətlə Pythonda böyük və kiçik hərflər fərqləndirilir. Adi print komandasının özünü böyük hərflə yazsan düzgün getməyəcək, yəni icra olunmayacaq. Mütləq kiçik hərflərlə yazılmalıdır. İndi burada bu cədvələ fikir versəz, mən bu cədvəli biraz yaxınlaşdırıram. Bu cədvələ fikir versəz, ilk 3 ada baxın, false, non və true. Bunların ilk hərfləri böyükdür, qalanları kiçik. Amma qalan yerdə nə qədər ad var, bu cədvəldə qalan nə qədər ad var, hamısının bütün hərfləri kiçikdir. Deməli, false, non və true bu adları yadda saxlayırıq, false, true və non. Bu adları yadda saxlayırıq ki, bunların yalnız ilk hərfi böyük olanda dəyişən adı kimi təyin edə bilmirik. Məsələn, bax, fikir verin, görürsünüz, böyük hərflə false yazanda rəngi də dəyişir şriftin. Artıq bir növ proqram mənə bildirir ki, nə edirəm? Silirəm, f-nı kiçik yazıram. Artıq gördüyünüz kimi heç bir rəng dəyişimi müşahidə olunmur. Deməli, mən bunu dəyişən adı olaraq təyin edə bilərəm. False bərabərdir 6, print, qiymət, nəticə ekrana çıxır 6. Bu həmçinin trueya da aiddir. Birinci hərfi böyük yazsa, gördüyünüz kimi rəng dəyişir. Artıq buna bir qiymət verək. 5, true bərabər 5. Sintaksis error verir. Hətta indi mən bunun bütün hərflərini böyüklə yazsam, artıq bunu dəyişən olaraq təyin edə bilərəm. Deməli, yalnız və yalnız bu 3 ad ki var, false, true və non, bunların yalnız birinci hərflərini böyüklə yazanda dəyişən adı kimi təyin edə bilmərəm. Qalan bütün adlarda hallarda bu adları dəyişən adı olaraq təyin edə bilərəm. Bütün hərflərin böyük yazsam, bütün hərflərin kiçik yazsam, hərfin ikisini böyük, birin kiçik belə yazsam, yəni dəyişən adı olaraq təyin edə bilərəm. Və cədvəlin digər adları, cədvəlin içərisində olan digər adlar, bunların da yalnız bütün hərfləri kiçik olduqda mən bunları dəyişən adı kimi təyin edə bilmərəm. Məsələn, class. İndi mən burada bir dənə class yazıram. Gördüyünüz kimi rəngi dərhal dəyişdi. İndi bu classın birinci hərfini böyük yazsam, gördüyünüz kimi heç bir rəng dəyişimi müşahidə olunmur. Deməli, dəyişən adı olaraq təyin edə bilərəm. Class bərabər 12, print, class. Enter, nəticə ekrana çıxır. Bir də dəyişənlərin adlarında boşluq simvolundan istifadə edilə bilməz. Məsələn, deyək ki, maksimum dəyər belə bir dəyişən adı təyin etmək istəyirsiniz. Ortada maksimum sözü ilə dəyər arasında boşluq yarada bilməzsiniz. Bu zaman məsələn 5 qiymətini verək. Gördüyünüz kimi sintaksis error, yəni sintaksis səhvi verir. Bu şəkildə dəyişən adı daxil etmək üçün maksimum alt xətt simvolundan istifadə etmək olar. Maksimum altdan xətt dəyər yaza bilərik. Və bu zaman artıq heç bir problem olmayacaq. Gördüyünüz kimi print maksimum dəyər nəticə ekrana çıxır 5. Deməli, yəqin ki, anlaşıldı və sonda bir də onu deyim ki, bu adların hamısını əzbərləməyə ehtiyac yoxdur. Onsuz da kod yazarkən nəyə icazə verirsə proqram, onu eləyə bilirik. Yəni, kod yazarkən hansı ada icazə verirsə, onu yaza bilirik. Amma inanmıram imtahanlarda da düşə belə bir şey, amma bilməkdə fayda var bir neçəsini. Yəni, bu adları yenə də deyirəm, əzbərləməyə ehtiyac yoxdur.
İndi bu adların siyahısını cədvəl şəkildə mən tərtib eləmişəm. Kim bu PDF-i istəyirsə, baxın burada ekranda nömrəm var. 077 455 63 23. Bu nömrəyə WhatsApp üzərindən yaza bilərsiniz, əlaqə saxlaya bilərsiniz. Bu nömrəyə sadəcə açar sözlər yazın. Python açar sözlər. Yazsanız mən bu PDF-i sizə göndərəcəm. Bugünlük bu qədər. Ümid edirəm aydın oldu. Gələn görüşlərə dək. Sağ olun.